qovuşa bilmirəm də uşağıma. O qapıda da qaldı. Ya ona yaxın gedə bilmirəm, uşağımla bölüşə bilmirəm. Tuncay görmürsən? Mən Tuncayı görürəm. Yəni ki, mən övladımı qucaqlayıb yata bilmirəm. qucağa qalır. Bu məhkəmə qərarıdır. Yox, elə məhkəmə qərarı olur. Mənim adımdadır. Sadəcə o evdə yaşayır da. Bəs Yəni arada mən o uşaqlar evə sizə yaxın gəlib gedib- qala bilməz öz evində. Onlar da gəlmirlər də, oranı istəyir. Bir il qaldım onlarla, yenə uşaqlarıma qovuşa bilmədim də. Bilirsiniz necə? Bu ev məsələsi ilə uşaqlar o evi istəyir. Deyir ki, bizim evimiz oradır, sökül, biz orada yaşayacağıq. Əziyyət də mən çəkirəm, mən bilmirəm uşağım, məsələn, Mətanət qızım da çox əziyyət çəkir. O gün, yəni ki, o evdə görəm gecə ağlayır, gəl məni apar. Belə bir şeylər olur. Yəni ögey ana orada qalır, uşağımı orada üstünə qışqırır. Bilirsiniz necə çox pisdir. Xoşbəxtsən, sual yenə də verirəm. Mən xoşbəxt deyiləm. Onu niyə özünü Mən xoşbəxt hər şeydən də imtina elədim ki, uşaqlarım istəyən həyatı yaşasın.